Vaxtınız xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Albalda, Vişnovkada, Nihat marketə tam yaxın və qapısına qədər asfalt və yola yaxın 5 sot torpaq sahəsinin üzərində belə bir həyət evimiz çıxıb. Qardaşım, evin ön hissəsində zəhmət olmasa, şəxsi tikilidir, 200 kvadratdır. Həyətdə basensinə qədər var, söhbətgahına qədər, bisetkasına qədər var, paket quracaq. Qiymət 235 min manatdır. Bu hissəni ver qardaşım, zəhmət olmasa. Burada da belə bir yerimiz var. Güvercinlər də var. Allah bərəkət versin malların içinə. Burada bir setkamız. Evet tam qardaşım. Ön hissəsini verin. Fikir verin. Bak bu ikinci mərtəbənin özünün işıqlandırması və qabaq hissəsində işıqlandırması. Hətta o kitab formada da, hətta olan özündə belə işıqlandırmalı. Gecə yan tamam bir başqa olur. Basen hissəsini verək sizlərə, təqdim edək. Bak basen hissəsi də bu. Sonra divanın işıqlandırması, üzbəyüzdən buraya qədər işıqlandırması var. Və gəl qardaşım da zəhmət olmasa sənə də əziyyət verir. Bu hissəsini də göstər tam şəkildə. Və giriş hissəsini təqdim edirik sizlərə. Putla idarə olunan qapı işarıyoruz və balaca qapı. Və keçirik inşallah evin içərisinin təqdimatına. Aşağıda da otaqlarımız var. Yuxarıda da otaqlarımız var. İnşallah təqdim edəcəksə. Bir dənə qardaşım bir setkasını ver. Səliqəli bir setkası var. Və buradan elə giriş hissəsində bilən izləyicilərimiz tam izləyə bilsinlər. Və keçirik evin içərisinin təqdimatına inşallah. Giriş hissəsini təqdim edirik sizə. Bu işıqlarla yandıra. Burada girişində radiatorlar qoyulub. Aşağının dizaynı tamam başqa. Yuxarını da təqdim edəcəksiniz. O burada belə bir güzgüsü var. Yəqin ki, əşyalar qalacaq, qalmayacaq. İnşallah qalır. Əşyalar qalır. Yeri də yaxşı, yeri ev işin özü də səliqəlidir. Buranı təqdim edək sizlərə. İşığını yandıram. Tam belə deyək də. Fikir verin. Köç yaşı evdir. Və burada bir mətbəximiz var. Mətbəxi təqdim edək sizə. Və mətbəxi də səliqəlidir. Qardaşım, buranı təqdim edək. Mətbəxi. Sonra sanuzeli təqdim edək. Sonra keçəcək evin içərisinin təqdimatına. Sanuzel istipol, moydadır, duş kabineye qədər qoyulub. Və bunu qeyd etmişdik. Burada bir şkaf güzgü və qalxırıq ikinci mərtəbənin təqdimatına və ikinci mərtəbəni təqdim edəcək sizə. Aşağıda bir zal oldu, bir mətbəx, bir sanuzel. Bu da ikinci mərtəbədir. İkinci mərtəbənin işıqlarını yandıraq. Təqdim edək sizlərə. Burada bir yataq otağımız var. Bunu göstərək sizlərə. Burada da bir yataq otağımız var. Onu təqdim edək sizlərə. Və burada da bir yataq otağımız var. Onu da təqdim edək. Və sanuzeli təqdim edək. Sanuzeldə moydadır. Yəni istipol, duş kabini. Və dəyərli izləyicilərimiz qeyd etdiyimiz gibi Albalda Nihat marketə yaxın bir ərazidir. Qapısına qədər asfalt. 5 sot və 5 sotdan artıq torpaq sahəsinin üzərində inşa edilib. 200 kvadratdır. Qiymət 235 min manatdır. Əşyaların bəziləri də qalacaq. İnşallah reallıq olarsa endirim olacaq. Aşağıda qeyd etdiyimiz kimi bir zal, bir mətbəx, bir sanuzel. Yuxarıda isə 3 otaq, bir sanuzel. Şərtəmiz izlər üçün məşqləri əmlak mülki əməkdaşları rəhbərlərin sizlərə dərin təşəkkürümüzü bildiririk.